çiyələklər bu formadadır. Kimya maddədir, məişəli bilinməyən maddələr vururlar, ona görə də mən hələ onu alıb yemirəm. Meyvənin öz vaxtı var da. Həyətdə çiyələklər bu formadadır. Görürsünüz. Amma necə olursa bazarda qıpqırmızı və iri-iri çiyələklər satılır. Bu görəsən dərmanla edirlər, nə ilə hazırlayırlar. Bu cəmaət bundan zəhərlənər görən. Paytaxt bazarlarında çiyələyin mövsümündən xeyli əvvəl satışa çıxarılması alıcıları çaşbaş salıb və hətta məhsulun erkən yetişdirilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Əsas narahatlıq isə bu çiyələklərin kimyəvi maddələrdən istifadə olunaraq yetişdirilməsi ehtimalıdır. Gəlin elə dadına baxaq, görək həqiqətən də belədirmi? Qəribədir. Dadlıdır, turşdu, amma yenə də dadlıdır. Bu mövsümdə çiyələk alırsınız? Yox, Niyə? hər meyvənin öz vaxtı var da. Yəni deyirsiniz ki, hal-hazırda çiyələk vaxtından tez satılır. Tez satılır, hə. Biz vaxtında yetkin çiyələyi alırıq, yeyirik. Müəllim, bu mövsümdə çiyələk alırsınız? Xeyr. Niyə? Hələ çiyələyin sezonu deyil axı. Çünki vətəndaşlar çoxsu bildirirlər ki, çiyələyin mövsümü deyil, lakin bazarın piştaxtalarında satılır çiyələk və çoxsu qorxur ki, onlar kimyəvi maddə ilə hazırlanır. Bununla bağlı. Bəli, kimya maddədir, məişəli bilinməyən maddələr vururlar, ona görə də mən hələ onu alıb yemirəm. Hardasa alıb yesəm, iyul-avqust aylarında alıb yeyərəm. Yox, tərkibində heç bir kimyəvi maddələr yoxdur. İstixanalarda yetişən məhsullardır. Bakı ərazisində yetişir, Şəmkirdə yetişir, Lənkəran bölgəmizdə və Cəlilabadda yetişir. Çiyələk istər-istəməz Lənkərandan gəlir və Cəlilabaddan, Pişifdən gəlir. Bizdə əsasən Lənkərandan gələn çiyələklərdir. Bunlar da karkaz altında yetişdirilir. Yəni bunlar istiliklə yetişdirilən çiyələklər. Çiyələyə də istiliyə dözümü var demək olar, amma daha çox isti olanda istər-istəməz sulanır. Dad olaraq da ki, mövsümdə yediyimiz çiyələyin dadıdır. Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq. Qurum isə bizə belə cavab verdi. Bildiririk ki, pestisidlər, agrokimyəvi maddələr, həmçinin gübrələr yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində bitkiçilik məhsullarının, o cümlədən çiyələyin istehsalında tətbiq olunur. Bu maddələrdən düzgün istifadə edilmədiyi halda bitkilər xəstəlik və zərərvericilərin təsiri ilə zərər görə, məhsuldarlıq azala və məhsul itkisi baş verə bilər. Çiyələk məhsullarının yığımından sonra onların dövriyyəyə buraxılması, satışa çıxarılması və ictimai iaşə obyektlərində istifadəsi mərhələlərində qida təhlükəsizliyi istiqaməti üzrə müvafiq nəzarət tədbirləri həyata keçirilir. Məhsullardan nümunələr götürülərək laborator analizlər aparılır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin verdiyi bu açıqlamanın nə dərəcədə qənaətbəxş olduğunu deyə bilmərik. Amma ümid edirik ki, bu kimi vacib qurumların əsas prioriteti insan sağlamlığı və böyüyən gənc nəslin sağlam gələcəyinin təmin olunmasıdır.